Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi teyyibin tahirin. Oruç tutan şəxs ehtiyata əsasən yaxşıraqdır ki, bir qədər, yəni müəyyən azacıq qədər ki, iftar etməkdə səbr etsin, yəni tələsməsin. Məsələn, 18:50-də məğrib azanının vaxtıdırsa, əzan olan kimi dərhal iftar eləməsin. Bəlkə bir qədər, azacıq, müəyyən qədər ki, ta arxayın olsun. Ona deyərlər min babil müqəddimə. Necə ki, o başdan yeməyin yaxşıraqdır ki, ehtiyat müstəhəbdir ki, insan bir qədər tez qurtarsın əzandan əvvəl. Və eyni zamanda iftarı da çox yox, bir qədər əzandan sonra, belə deyim, əzan vaxtı daxil olandan sonra ki, ta xatircəm olsun, deyilən vaxtda, tələb olunan vaxtda riayət elədik. Amma çox yubatmağı, məsələn, əzandan yarım saat, bir saat sonra üzürsüz səbəbə görə iftarı təxir etməyi yaxşı iş sayılmır. Çünki Allah Teala Qur'an-ı Kərimdə buyurubdur, ətimmus siyamə iləl-leyl ki, əmr formasıdır ki, tamam eləyin. Sonra orucunuzu tamam eləyin. İləl-leyl, yəni məğrib vaxtında, elə ki, məğrib əzanı oldu. Gecədən məqsəd, leyldən məqsəd, yəni gün batıb və Humre-i Məşriqiyyə deyərlər ki, məşriq tərəfin qırmızılığı məğrib əzanıdır. Allah Teala buyurur ki, bəlkə orucunuzu tamam edin. Bəs o vaxtı orucunuzu tamam edin. Bir insan indi o vaxtdan ötürərsə, ki, yəni o ayəyə, Allahın buyurduğu o ayəyə insan əməl etmiş olmur. Ki, ətimmus siyamə iləl-leyl. Amma bəli, bir qədər, azacıq bir qədər ki, arxayınlıqdan ötəri insanın biraz təxirə salması yaxşıraqdır. Və çox vaxt bu sualı verirlər. Elə ki, iftar zamanı gəlib çatdı. Məğrib əzanı oldu. Namaz qılmaq yaxşıdır. Öncə namaz qılıb, sonra iftar edək, yoxsa iftar edək, sonra namazı qılaq. Hansı daha yaxşıdır? Yaxşıraqdır ki, insan ilk əvvəl, əgər eləyə bilirsə, indi o istisna olan yerlərin deyəcək, əvvəlcə namazı qılsın, sonra iftar etsin. Ki, bu daha gözəl olar. Əlbəttə, bu surətdə əgər insanı, oruç tutanı, ailə üzvləri, başqaları süfrədə onu müntəzirdirlər, gözləyirlərsə və yaxud insan bir halda oruç tutub ki, susuzluq, aclıq ona elə güz gəlibdir ki, namazı xuzu-xuşu ilə qılmayacaq. Yəni, fikri, düşüncəsi, yeməyin, suyun yanında olacaq. Bu cürədirsə, o surətdə yox, gərək öncə iftar eləsin, sonra namazını qılsın. Bu xüsusda bəzi rivayətləri istərdim səsləndirim. Bir səhih ki, rivayət Hələbinin səhihində İmam Sadiq əleyhissalatu vəssalamdan ki, ənəhu su'ilə ənil iftar əqəbləs-səla o bə'dəhə. Yəbnə Rəsulillah. Namazdan qabaq iftar etmək daha yaxşıdır. Namazdan qabaq iftar olunsun, yoxsa namazdan sonra. Həzrət buyurdu ki, əgər onunla birgə, yəni oruç tutanı başqaları gözləyirlərsə, süfrədə gözləyirlərsə, bəs bu surətdə insan onlarla əyləşib iftar eləsin və ondan sonra namazını qılsın. Yox, əgər belə bir iş yoxdursa, asudədir, yəni ki, onu gözləyən olan yoxdursa, o surətdə ilk əvvəl, yəni namazı qılsın, sonra iftar etsin. Və başqa bir rivayət ki, Zürarənin ki, müvəssəq bir rivayət ki, İmam Baqir əleyhissalatu vəssalamdan Həzrət buyurdu ki, Tüsəlli və əntə saim. Sən iftardan qabaq, iftar etməmişdən qabaq namaz qıl və əntə saim, yəni oruc ağızla, oruc olaraq namazı qıl, yəni sonra iftar edərsən. Namazı qıl ki, fətuktəb səlatuqə
tilkə və sənin bu namazın elə bil ki, oruc ağzından qılınan bir namaz olunur ki, bəlkə onu sonra orucla tamamla günah. Yəni birinci namazı qıl, sonra orucla tamamlasın. Bu işi görsün, əhəbbu iləyyə. Bu mənə daha çox xoşdur. İmam Baqir əleyhissalatu vəssalamdan ki, bir kəs soruşanda, bir kəs sual etdi ki, hansı daha yaxşılaqdır? Həzrət buyurdu ki, mənə daha xoşdur ki, əvvəlcə namaz qılınsın, sonra iftar olunsun. Əlbəttə, əgər səni gözləyirlərsə, süfrədə ailə üzvlərin ya başqa möminlər ki, onlar əyləşiblər, gözləyirlər səni və yaxud ki, bir haldasan ki, susuzluq elə güc gəlib sənə ki, dözülməz bir həddəsən, o surətdə, bəli, əvvəlcə iftar et, sonra namaz qıl və iftarı əvvəl etmək məcburiyyətində qalsın, o dediyimiz surətlərdə. İftarı da o qədər yubadma ki, ta namazın fəzilət vaxtı aradan getmiş ola. Yəni, müxtəsər şəkildə iftar etkinən ki, zəruri miqdar ki, belə ki, namazın fəzilət vaxtı aradan getməsin. Sonra namazı qılgınan. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.